Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, monitoring sınaqlarından sınaq 7 ilə davam edirik. Sınaq 7-nin birinci sualı ilə başlayaq. Deyir, mağazadakı almalar həm 18 kiloqramlıq, həm də 27 kiloqramlıq yeşiklərə yığdıqda həm yeşiklər tam dolur, həm də artıq alma qalmır. Mağazada ən azı neçə kiloqram alma var? Ən az söhbət olduğu üçün biz əkobunu tapırıq. Yəni, əkob 18 və 27. 18-i sadə vuruqlara ayırırıq. 9, 3, 3, 1. 27-ni sadə vuruqlara ayırdığımız zaman 3. Bu şəkildə qeyd olunur. Ortaqları qeyd edirik. Böyüyü götürüb kiçiyə vururuq. 27-ni də 2-yə vurduğumuz zaman edir 54. Variant B variant. Artıq qalmır. Söhbəti var deyil, 54 olduğu kimi qeyd olunur. İkinci, bir bölünsün 2000 miqyasından istifadə edərək plandakı məsafə 4 sm olarsa həqiqi məsafəni tapın. Həmin bizim bu miqyasımız 2000-dir. 2000-i plandakı məsafəyə vurduğumuz zaman edir 8000. Biz bilirik ki, 1 metrimiz, 1 metr metrlə ifadə edir. 800 sm tapmışıq bunu. 1 metrimiz 100 sm-dir. O zaman 1 santimetrimiz neçə metr? 1 santimetrimiz də 100/1 metr olur. 800 santimetri metrə çevirdiyimiz zaman 8000-i daha doğrusu. 8000-i bölürük 100-ə edir 80 metr. B variantı. Üçüncü tapşırıq. 2x üstəgələk 4 bölünsün 15 bərabərdir. X plus 1 bölünsün 6. Biz çarpaz vuruq, tənasübdür. 6 vurulsun 2x 15 vurulsun. Bu tənliyimizi həll edirik. Biz bilirik ki, digər tərəfə keçdiyimiz zaman işarələrimiz əksinə olaraq dəyişir. 12-dən 15-i çıxdığımız zaman edəcək mənfi 3x, 15-dən 24 çıxanda mənfi 9. X də edəcək müsbət 3. Variantımız C variantı. Dördüncü. AC bərabər 9 cm, BD 6 cm olarsa şəklə əsasən rənglənmiş hissənin sahəsini tapın. Rənglənmiş hissəmiz həmin bu sahəmizdir. Ona görə S bərabərdir A vurulsun H bölünsün 2-dən, 6 vurulsun 9 bölünsün 2 kimi yazırıq və cavabımız 27 alınır. 5-ci sual. A 2-4 çoxluğu verilmişdir. Aşağıdakı çoxluqlardan neçəsi A çoxluğunun alt çoxluğudur? Baxırıq ki, biz demişik ki, A çoxluğunun alt çoxluğu o zaman olur ki, A-da olan bütün elementlər həmin digərin çoxluqda olmalıdır. Baxırıq 2, 3, 5. 2, 3 var, amma 5 yoxdur. Deməli, A çoxluğu bunun alt çoxluğu deyil. 4, 6, 8, 11. 1, 3-dür. 2, 4, 7, 11 deyil. 2, 3, 4, 8. 3 ilə 4, yəni 2 dənəsi. B variantı. 6-cı sual. Ədədi 9, 14 nisbətində 2 hissəyə böldükdə alınan böyük hissə 98 olarsa, kiçik hissəni tapın. Alınan böyük hissədən söhbət gedirsə, mənim böyük hissəm 14x-dir. Yəni 14x bərabərdir 98-ə, x bərabərdir 7-yə. Bundan sonra kiçik hissəni tapmaq üçün mənim nisbətlərim 14x ilə 9x-dir. Kiçik hissəm də 9x olduğu üçün 9-u 14-ə vurduğumuz zaman, daha doğrusu 7-yə vurduğumuz zaman edir 63. Variantımız da olur B variantı. 7-ci sual. Deyir, aşağıdakılardan hansı 2x minus 3 böyükdür 5 bərabərsizliyinin həllidir? 2x minus 3 böyükdür 5-ə. 2x böyükdür 5 üstə gəlinsin 3. 2x böyükdür 8. X böyükdür 4-ə. Bərabərsizliyinin həlli də əlbəttə ki 5 4-dən böyükdür. Ona görə D variantı olacaq. 8 ilə davam edək. Misal yazır. Mənfi 15 üstəgələk 9 üstəgələk mənfi 5-in kvadratı çıxılsın 2-nin kvadratı bərabərdir. Biz bir mənfi 15-in üstünə 9-u gəldiyimiz zaman edir mənfi 6. Bura mənfi 6 edəndə moduldan müsbət 6 çıxır, amma özünün qarşısında mənfi 6 var. Mənfi 6 üstəgələk 25 çıxılsın 4-ə. Mənfi 6-ın üstünə 25 gəlib 4-ü çıxdığımız zaman edər 15. Variant da C variantı. 9-cu misal. Burada qeyd etmişəm, amma yenə də sizə
deyim. A -6 2-dir, koordinatları verir. Düzbucaqlı koordinat sistemində qeyd edib və ardıcıl birləşdirsək hansı fiqur alınır? Baxırıq ki, bax koordinatları qeyd etdik. Bunları ardıcıl birləşdirdiyimiz zaman fikir versəz görərik ki, paralleloqram alınır. Yəni variantımız D variantı. 10-cu sual. Hündürlükləri 3 sm, 5 sm olan və perimetri 80 sm olan paralleloqramın sahəsini tapın. Deməli, biz bilirik ki, perimetri deyir 80 sm-dir. Paralleloqramın perimetri P bərabərdir 2 vurulsun A üstəgələk B-dir. Bunu bildik. Sahə düsturundan isə S bərabərdir A vurulsun H-a, o da bərabərdir A vurulsun digər H-a. Yəni bizim hündürlüklərimizdə 3 ilə 5 verir bizə. Buradan biz yazarıq ki, 3A bərabərdir 5. B şəklində qeyd edək, çünki digərinin tərəfi bilmirik axı. Digər tərəf fərqlidir. 5B-yə. Burada mən A-nı tapdığım zaman olacaq 5B bölünsün 3-ə. Bu hissədən P bərabərdir 80 bərabərdir 2 vurulsun A üstəgələk B-dən mən A üstəgələk B-ni bərabərdir 40 şəklində qeyd edə bilərəm. A-nın yerinə gətirərəm 5B bölünsün 3 üstəgəlinsin B bərabərdir 40 yazaram. Bu edəcək 8B bölünsün 3-ə bərabərdir 40, 8B bərabərdir 120-yə, B də bərabərdir 15-ə. Həmən bu 15-i gətirib bu ifadədə yerinə yazaram. A üstəgələk B bərabərdir 40-a. A-nın yeri olduğu kimi qalar. Üstəgəlinsin B-nin yerinə 15 bərabərdir 40. Buradan A-nı tapdığımız zaman edər 25. A-nı 25 tapmışamsa S bərabərdir 25 vurulsun 3-ə. Bu da edər 75. Bu 3-də, bax bu 3-dən alınır. Deməli bizim paralleloqramımızın sahəsi 75B bəndi. 11-ci sualın misalımıza köçürək. 13-ün kvadratı çıx 12-nin kvadratı vurulsun 3-ün kubu çıx 2-nin kubu. Bərabərdir. 13-ün kvadratı edir deməli 169. 169 çıxılsın 144 vurulsun 3-ün kubu 27 çıxılsın 8-ə. Bərabərdir 25-i də 19-a. Vurduğumuz zaman deməli neçədir? 475. 475 A bəndi. 12-ci sualla davam edək. A minus B bərabərdir -1 olduğuna görə deyir. 3A çıxılsın 3B üstəgələk 6 üstəgələk 1 ifadəsinin qiymətini tapın. Biz birinci mötərizəni açmalıyıq. 3B çıxılsın 6 üstəgələk 1 çıxılsın 6 niyə oldu? Çünki mötərizənin qarşısında mənfi işarəsi varsa, mötərizənin içərisindəkilər əksinə dəyişməlidir. 3A-dan 3B-ni yazırıq ki, bu şəkildə də qeyd edək. -6-nın üstünə 1 gəldiyimiz zaman edəcək -5 bərabərdir. 3A çıxılsın 3B-dən 3-ü mötərizə xaricinə çıxarsam A minus B çıxılsın 5 qalar. Deməli 3 vurulsun -1 çıxılsın 5-ə. -3-dən də 5-i çıxdığımız zaman edəcək -8. Variantımız da olacaq B variantı. 13-cü sual. 13-də nə deyir? Deyir A1 ilə A2 perpendikulyardır, B1 ilə də B2 perpendikulyardır və beta minus alfa bərabər 54 olarsa şəklə əsasən betanı tapın. Biz burada bilirik ki, beta bərabərdir 180 çıxılsın alfadır. Beta bərabər 180 çıxılsın alfaya. Bizə də deyir ki, beta minus alfa bərabərdir 54-ə. Həmin biz bu betanı yerinə gətirib 180 çıxılsın alfa bərabərdir 54-ü yaza bilərik. Bu edəcək 180 çıxılsın 2 alfa bərabərdir 54. Buradan 2 alfa bərabərdir 180-dan deməli 54-ü çıxarıq. 180 çıxılsın 54. 2 alfa bərabərdir 126. Alfa da edəcək 63. Alfanı tapdıq ki 63-dür. Bizdən çünki betanı soruşur. Gətirib yerində yazmalıyıq. Beta bərabərdir 180-dan da 63-ü çıxdığımız zaman edəcək 117. Variantımız da olacaq B variantı. 14-cü sual görünür, bəli. Üçbucağın iki xarici bucağı 120 və 140 dərəcə olarsa, bu bucaqlara qonşu olmayan daxili bucağını tapın. Biz bilirik ki, üçbucağın xarici bucağı ilə ona qonşu olan daxili bucağın cəmi 180 dərəcədir. O zaman mən 180-dan birinci 120-ni çıxıb 60-a almalıyam. Sonra 180-dan mən 140-ı çıxıb 40-ı almalıyam. Həmin bu 60-ın üstünə 40 gəldiyimiz zaman 100 edər. Deməli, bizim
Qonşu olmayan daxili bucaqlar dedik 180 olduğu üçün 180-dan da 100-ü çıxarıq, alarıq 80 dərəcə. Bu da edər B bənd. Sonra 15-ci sual. A və B qarşılıqlı sadə ədəd olarsa, deyir ki, əkob AB üstə gələk əbob AB neçə edər? Biz bilirik ki, qarşılıqlı sadə ədədlər olduğu zaman əbobumuz bizim 1-ə bərabərdir, əkobumuz onların hasilinə bərabərdir. Burada da yazılır əkoblar onların hasilinə, əbobumuz isə 1-ə bərabərdir. Baxaq görək hansı variantdadır? A variantında qeyd olunub. 16-cı sual. Şəklə əsasən O mərkəzli çevrədə AOB 60 dərəcə və ABO üçbucağının perimetri 18 sm olarsa, çevrənin uzunluğunu tapın. Deməli, biz burada OA-la OB-ni radiusdur. Yəni, bunu R kimi götürmək olar. AOB-də OA bərabərdir OB-yə R yaza bilərik. Buradan qeyd edək. Görünür, bəli. R yaza bilərik. AOB 60 dərəcədir. Bizə ordusuz da özü verir. Bura 60 dərəcədirsə, bax, AOB 60 dərəcədirsə, deməli, bu bərabər tərəflidir. Yazırıq ki, bərabər tərəfli. Bərabər tərəflidir. AB-yə də 1 R deyərəm. Bu şəkildə yazsaq, çünki üçbucağın perimetrindən söhbət gedir. Üçbucağın perimetri AO, tərəflərin uzunluğu. Üstə gəlinsin OB, üstə gəlinsin AB-yə. Hamısı da radius olduğu üçün R üstə gələk R, üstə gələk R bərabərdir 3R-ə. Bu şəkildə qeyd etdik. Bizim də 3 R-imiz, yəni bu perimetrdir də. Perimetrimizi 18 verir. O zaman R-imiz neçə olacaq? 6 olacaq. Çevrənin uzunluğunu da soruşduğu üçün S bərabərdir 2pi R-dən. 2pi vurulsun 6, o da bərabərdir 12pi-yə. Variant da B variantı. Sonra keçdik 17-yə. 17-ci sualda deyir ki, ədəd oxununda -42, -88, -3, 79 ədədlərindən hansı sıfırdan daha çox uzaqda yerləşir? Əlbəttə ki, sıfırdan daha çox uzaqda yerləşən -88-dir. O da B variantında qeyd edilib. 18-ci sual. Şəkildə ölçüləri verilmiş düz üçbucaqlı prizmanın həcmini tapın. Biz bilirik ki, düz üçbucaqlı prizmanın həcmi düsturu V bərabərdir S oturacaq vurulsun H. Dərs izahında, mən həndəsi fiqurların dərs izahında bu H-ı niyə belə yazdığımı qeyd etmişəm. Baxmamısınızsa, həmin dərsə keçid edib baxa bilərsiniz. Buradan S oturacağımız bilirik ki, A vurulsun H bölünsün 2-dir. A-mız bizim 7-dir, H-ımız 4-dür, bölünsün 2-yə. 7-ni 4-ə vurduğumuz zaman deməli, bu ixtisar gedəcək, qalacaq 14. V də bərabərdir S oturacaq vurulsun H-dan. 14-ü də 10-a vurduğumuz zaman edəcək 140. Variantımız da olacaq bu şəkildə. C variantı. 19-cu sual. Qutudakı kürəciklərin sayları diaqramda verilmişdir. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı olması ehtimalını tapın. Təsadüfən baxaq görək hamısından nə qədərdir. Sarı 10-dur. Ağ 15-dir, qırmızı 20-dir. Bunların ümumi, bizim ehtimalımız nədir? Mümkün olanların ümumi hala nisbətidir. Bizim ümumi halımız nə qədərdir? 10 üstünə 15, üstünə 20 gəldiyimiz zaman bu ümumi 45-dir. Burada bizə nədir? Təsadüfən bir kürəcinin qırmızı olması ehtimalı. Qırmızı təsadüfən nə qədər çıxa bilər? Yəni 20 çıxa bilər. Mümkünü 20-dir. 20-dən artıq buradan qırmızı çıxa bilməz. Ümumisi də 45-dir. Hər tərəfini də 5-ə böldüyümüz zaman edər 9-da 4. Variant da B variantı. 20-ci sualda nədir? 9, 6, x, 5, 7, 6 ədədlər sırası 2 modalı olarsa, x aşağıdakilərdən hansı ola bilməz? Yəni, hansını qoysaq, burada 2 modalı olmaz. Bizdən 10 istəyir. Məsələn, 5-i qoysaq, 5 də 5-dir, 6 ilə 6 da 2 modalı olacaq. 6-nı qoyanda 1 modalı olacaq, 7-ni qoyanda yenə 2 modalı, 9-u qoyanda yenə 2 modalı. Bizə olmazı lazımdır deyə B variantı. 21-ci sual. Dairəvi diaqramda ingilis dili, alman dili və fransız dilini öyrənən şagirdlərin sayına uyğun hissələr verilmişdir. Sinifdə 42 şagird olarsa, ingilis dilini öyrənənlərin sayı fransız dilini öyrənənlərin sayından neçə nəfər çoxdur? Biz bilirik ki, ümumi şagird sayım 42-dir. Tapıram almanı. Almanı yazıram. Alman nə qədərdir? 42-nin 3də 1 hissəsi. 42-nin 3də 1 hissəsi deməli edir 14.
14 dənə almandır. Sonra Frans, İngilisi yazaq. İngilis 42-nin 2-də 1 hissəsidir. Bu edir 21. Fransız isə 42-nin 6-da 1 hissəsidir. Bu edir 7. Bizə nə deyirdi? İngilis dili öyrənənlərin sayının, yəni 21-in fransız dili öyrənənlərin sayından neçə nəfər çoxdur? 21-dən də 7-ni çıxdığımız zaman deməli 14 nəfər çoxdur. Bu şəkildə qeyd edilir. 22-ci sualımız. Yan səthinin sahəsi S-yan bərabərdir verilənləri mütləq şəkildə yazmaq lazımdır. Silindrin oturacağının radiusu 7,5 olarsa hündürlüyü neçə santimetrdir? Belə qoyaq, rahat görəsiniz. Hündürlüyü neçə santimetrdir? Biz bilirik ki, S-yanımız bərabərdir 2 pi r h-a. S-yan bilirsən, r-i bilirsən, h-ı bilmirsən. H da bərabərdir, deməli S-yan bölünsün 2 pi r. Yəni 180 pi bölünsün 2 vurulsun pi vurulsun 7,5-ə. Bunu da hesabladığımız zaman olur 12. 23-cü sual. Satıcı 200 kiloqram fındıqdan müəyyən qədər satdıqdan sonra 120 kiloqram qalır. O fındıqların neçə faizini satmışdır? Deyir ki, satıcı 200 kiloqramdan müəyyən qədər satdıqdan sonra 120-si qalır. Deməli, bu nə qədər satıb? Bu 80 kiloqram satıb da. O fındıqların neçə faizini satmışdır? Sonuncu qiymətimiz bizim budur. Əvvəlki qiymətimiz də 200-dür. Hissənin bütövə bölünüb 100-ə vurulması. Bu da edəcək 40%. Bu şəkildə qeyd olunur. Növbəti 24. Şəkildə verilənlərə əsasən BAC neçə dərəcədir? BAC-nin neçə dərəcədir? Bərabər yanlı olduğu üçün deməli x bərabərdir 80 çıxılsın x bərabərdir x-ə. Tənliyimizi həll edirik. 2x bərabərdir 80-ə. X də bərabərdir 40-a. Elə bizdən x-i soruşduğu üçün BAC. Bax, bu x-i soruşduğu üçün 40 almış oluruq. Və sonuncu 25-ci sualımızı da qeyd edək. Çıxılsın 5, üstə gələk 4 bərabərdir 5x minus 6. Deyir ki, tənliyini həll edin. Gəlin vurub açaq. 2-ni 3-ə vurduğumuz zaman 6x çıxılsın 10. Üstə gəlinsin 4 bərabərdir 5x minus 6-ya. 6x çıxılsın 6 bərabərdir 5x minus 6-ya. 6x-dan 5x-i çıxdığımız zaman mənfi 6-nın da üstünə 6 gəldiyimiz zaman x də bərabərdir 0-a.